Bu 5 fırça sizdə varsa tamamilə makiyajınızı tamamlaya bilərsiniz. Əlavə fırçalara ehtiyacı yoxdur. Amma yenə də məndə olan fırçaları da danışmaq istəyirəm. Keçirəm özümdə olan fırçalara. Baxın, arada istifadə eləmişəm, düzdür. Məsələn, o biri fırça bacımda olanda ya da o məndə olanda bacım bunu istifadə eləyib bu fırçanı. Ənlik fırçasıdır, amma gərək duymuram əgər digər varsa. Çünki o daha yaxşıdır. Bu biraz belə yumru formada olduğu üçün o daha rahatdır mənim üçün. Bu fırça niyə var? Görürsünüz, istifadə eləməmişəm. Yəqin ki, bu pudra ümumi üzə istifadə eləmək üçündür. Amma mən pudra istifadə eləmirəm. Sadəcə göz altlarımı istifadə edirəm. Onun üçün də fırça göstərdim bayaq. Ona görə bu da mənə görə gərəksizdir. Burada maksimum mənə lazımlı ola bilən bu olar ki, o ümumi şəkildəki üzümü bronzlaşdırıram. Onu da əlim gedir, istifadə edirəm. Amma belə səliqəli bronzer çəkmək istəyirəmsə, bayaq göstərdiyim fırçanı istifadə edirəm. Burada o qədər lazımsız göz üçün olan məhsullar var. Baxın. Yəni bunların heç birini istifadə eləmirəm. Bunu ola bilər ki, məsələn, bəzi makiyajlarda qarışdırma fırçası olaraq istifadə edirəm. Amma bu da hər kəsdə olması gerəkən bir fırça deyil, şərt deyil. Yəni başqa bir fırça ilə də qarışdıra bilərsiniz, o digər göstərdiyim. Sonra bu niyə var? Bu ümumiyyətlə nə işə yarayır? Göz kölgəsi çəkəndə olur ki, bura tökülür bəzən, toz halında olan məhsullar. Bunları belə aradan qaldırmaq üçün ancaq təmizləyici kimi yəni istifadə edirəm bunu. Sonra belə bir fırça var. Bununla çox vaxt highlighter istifadə edirəm. Amma dediyim kimi, məndə var deyə əlim gedir istifadə edirəm. Amma almasanız da olar. Baxın, bu fırça ilə də çox qəşəng highlighter tətbiq eləmək olur. Bilmirəm indi siz necə sevirsiniz. Mən highlighterla ənliyi qarışdırıb istifadə eləməyi çox sevdiyim üçün ikisini bir yerdə qarışdırıb və bu fırçanı tətbiq edirəm. Ona görə bu da mənə görə gərəksizdir. Daha sonra bu fırçanı çox bəyənirdim. Concealer fırçası idi. Sadəcə baxın belə oldu. Niyə? Nəysə, orada qəlbim qırıldı bu fırçadan, amma concealer'ı qəşəng tətbiq eləyirdi. Sonra gördüm ki, yox, sponj daha yaxşıdır. Dedim ki, buna nə ehtiyacı var? Tanaylı fırçaları. İkisi də Naşitadır. Bu qəşəngdir buna nisbətən. Bu tam olaraq siz necədir? Baxın, çox sərtdir başlığı. Ona görə tanaylı biraz qəşəng qalmır. Mənim istifadə etdiyim tanaylılarda daha çox su bazlı tanaylı olduğu üçün bu biraz hardasa çətin vəziyyətdə qalsam bundan istifadə edirəm. Amma yenə deyirəm, almasanız da olar. Sponj alsız kifayət edir. Bu da görürsünüz istifadə eləməmişəm, tərtəmiz qalıb. Niyə var bu? Bu ümumiyyətlə nə üçün idi? Bilmirəm. Almasanız da olur ya. Valla bunları almasanız da olar. Bu heç, bu Naşitaya aid deyil. Yəni belə, məndə olan fırçalar bu qədər idi. Dediyim kimi 5 fırça alırsınız, kifayətdir. Əgər fırça almaq istəyirsinizsə, nəzərinizdə olsun. Hələlik.